Salam əziz və hörmətli dostlar. Əziz yoldaşlar, dildaşlar, tədaşlar, qardaşlar, bacılar. Umarım ki, yaxşısınız. Mən pis deyiləm hər halda. Hava çox istidir bu günlərdə Torontoda. Nəfəs çəkmək çox çətindir. Amma bu istinin bir faydası var. O da meyvələrin yetişməsidir. Yeriz boş dünən gilas bağlarına getmişdik bu yaxınlıqlarda. Bunların bağları biraz kiçik olur. Biraz şuxluq eləsəm. Bunların bağlarının kiçik bağa ki biz getmişdik. 370 dənə gilas ağacı var idi. Gilanar ağacları da var idi onun yanında. Və millət gedir içəriyə. Orada özləri dərirlər və pulun verirlər, çıxırlar, gəlirlər. Yəni belə bir burada bir durumdur. Yəni istinin bu şey vardı ki, yəni biz eləyə bildik bu Kanadada gedək bir gilas bağına. Nə müddətlərdən sonra bir bağa çıxdıq, eşiyə çıxdıq. Hər halda xoş gördük dostlar. Çox sağ olun əziz dostumuz. Mən yenə də işə getmək məcburiyyətində qaldığım üçün məcburam ki, səhifəmizi başlayam oxumağa. Əgər bilsəz, yadınızda olsa, türkçülük aynı gözəllik və insanlıqdır. Ya aynı insanlıq və gözəllikdir. Başı altında bir kitab oxuram. Kitabın adı Türkçülüyün əsaslarıdır. Yazarı Ziya Gökalpıdır. Ziya Gökalpın birinci cəlsədə oxuduq ki, başına nə oyunlar gəlib ta bu kitabı yazıbdır. Türkçülüyü faşizmə müttəhəm eləyənlərə bir cavabdır əslində. Bunu da neçə dəfə təkrar eləmişəm, bir dəfə də təkrar eləsəm yeri var. Mən keçən 55 il ömrümdə oxuduğum kitabların hamısı bir tərəfə, hamısı. Və bu kitabı ki oxumuşam, yarıyacam bunu da bir tərəfə. Onun üçün heyfim gəldi ki, bu camiəşünaslıq kitabı bərabər oxumayaq. Onun üçün mən sizlərdən xahiş elədim ki, əgər vaxtınız olsa bu videoya baxasınız, bu kitabı oxuyaq bərabər. Mən bu kitabın indi 12-ci səhifəsini bu gün oxuyacağam. Çox mühümdür, çox bizim üçün, bizim millətimiz üçün ki, düşünürlər, türkçülük nədir? Türkçülükdə aya faşizmi var, şovinizmi var, nəcadpərəstlik var, üstünlük var, bərtəriyə nəcadi var, nə var? Bu kitab bunu göstərir ki, türkçülük bir insanlıq hərəkatıdır. Necə Avropada bir Avropaçılıq var, yəni United nə deyirlər, Amerikada bir Amerikaçılıq var, 50 neçə məmləkət bir olub da Amerika, Kanadada bir Kanadaçılıq var. Burada da bir türkçülük var, yəni millət əsasında. Onun biz şeylərini oxuyacağıq. Mən icazənizlə ilə başlayayım oxumağa. Mümkündür ki, iş hər zaman gələ, mən getməyə məcbur olam. Umaram ki, bir səhifə oxuyam. Gökalp el, demokrasi və feminizm haqqında da belə düşünür. Pəs görək ki, Gökalpın ağlında, fikrində, düşüncəsində el nədir? Demokrasi nədir? Feminizm ya xanım haqqları nədən ibarətdir? Əxlaq dairələri belə göstərirlər. Əxlaq dairələri belə göstərilir. Bəs əxlaqı dairə hesablayın. Deyir ki, bu dairədən o dairə oxuduq. 3 dairə var idi qabaqcan. Ailə əxlaqı, vətən əxlaqı və fərdi əxlaq. İndi deyir ki, mən o əxlaq ki vardı, vətən əxlaqı ya şey, onları bölür, görün neçəyə. Deyir ki, əxlaqın dairələri, əxlaqın özü bir böyük bir şeydir, böyük bir məbhəsdir ki, insaniyyətə və şeyə şamil olur. Əlbəttə, mənim nəzərim bundan fərqlidir ha. Mən öz nəzərimi demirəm, bu kitabı oxuyuruq. Mənim əxlaqa görə, dinə görə və vicdana görə, ədalətə görə bir bundan zidd bir nəzərim var. Mənim şəxsi nəzərim. Amma bunun kitabını oxuyuruq, bunun kitablarını baxaq, görək nə deyir. Əxlaq böyük bir, geniş bir məsələdir. Bunun içində məbhəslər var. O məbhəsləri deyir.
vətəni əxlaq. Başda gələn əxlaq vətən əxlaqıdır. Ki, keçən dəfə dedik, kaş bizim vətən əxlaqımız düz ola, vətənə xiyanət eləməyək, millətə xiyanət eləməyək. Əvəzində, məsələn, elə ingilislər kimi, fransəlilər kimi, almanlar kimi, ruslar kimi, məsələn, əxlaqımız, mədəni əxlaqımız, insanlar arası əxlaqımız qeyri-vətənimizdən ayrı insanlarla əlbəttə, o, yaxşı da olmasa olmayıbdır. O halda ki, keçənki bəhslərdə dedi, bizim vətən əxlaqımız, vətənə xainlik, millətə xainliyimiz çoxdur. Əvəzində mədəni əxlaqımız, yəni öz millətimizdən qeyri millətlərlə olan incimiz çox yaxşıdır. Bu, deyir, heç də yaxşı deyil. Vətəni əxlaq, bir, məslək əxlaqı. Məslək dedik ki, işdir. Biri dəmirçidir, biri ilməhsalandır, biri maşın sürəndir, biri tireli sürəndir, biri nəqqaşdır, biri nəccardır, biri bənnadır, biri asfaltkardır, biri mühəndisdir, biri döhdürdür, biri mekanikdir, biri təraşkardır, biri cuşkardır. Bunlar məsləkdirlər. Ailə əxlaqı, bu da ki, ailə, dedim, tərifdə 3 dənə ailə buracan tərif olubdur. Bu ailə cinsəl əxlaq. Cinsəl əxlaq, biz ərəbcədə cinsi deyilir, bu farsçaya giribdir, cinsi. Yəni, seksualitə, xanımla ağanın, ya ağı ilə ağanın, ya xanımla xanımın arasında olan özəl ilgi buna deyir ki, cinsəl əxlaq. Yəni, baxın, ailə əxlaqı fərqlidir, cinsəl əxlaq fərqlidir. Mədəni əxlaq. Mədəni əxlaqda dedik, insanlarla, özgələrlə, tanımadığımız insanlarla, o da olur nə mənə? Kişisəl əxlaq, fərdi əxlaqlar. Yəni, mənim özümə bir əxlaqım var, o birisinə də bir əxlaqı var. Millətlər arası əxlaq. Bir dənə də əxlaq vardır, Türkiyə ilə İran arası, Türkiyə ilə Alman arası, Türkiyə ilə Amerika arası, yəni hər məmləkətin o birisi məmləkətinə, Türkiyəni misal verirəm, onun arası bir əxlaq var. Əxlaqları bəs neçə yerə böldü? Vətəni əxlaq, məslək əxlaq, ailə əxlaqı, cinsəl əxlaq, mədəni əxlaq, kişisəl əxlaq, millətlər arası əxlaq. 7 yerə əxlaq böldü, bunlarda danışacaq. Əski türklərdə, qədimki türk ellərində, əskilərdə əcəmənlik ailə idi. Əcəmənlik elə aid idi. Əski türklər, yəni məsələn, fikir eləyin ki, 200, 300, 500 il bundan qabaqçı türklər, hətta getdi neçə min il bundan qabaqçı türklərdə əcəmənlik, müdiriyyət, qudrət, məsuliyyət kimdə idi? Elə aid idi. Fərdə yox, el. El olur, indi görək bunu tərif eləyəcəkdir, nələr tərif eləyəcəkdir. Kiçik ellərdə, elin normalda biz mənasını bilirik, amma indi bunu elmi tərif eləmək özü bir məsələdir. Görək bunu nə tərif eləyəcəkdir. Kiçik ellərdə, tamam, bütün el bir millət məclisi qurardılar. Geçmiş türklərdə kiçik el olanda, kiçik elin bütün el, hamısı gələrdi, bir məclis qurardı, bir millət məclisi qurardılar. Pəs hamı toplanardı, bir millət məclisi olardı. Çünki kiçik el, 500 nəfər, 1000 nəfər, bunların erkəkləri əlbəttə, kişilər, xanımlar normalda iştirak eləməzdi, ya bəzi xanımlar iştirak elərdi. Onlar ki, çox güclü xanımlar idilər. Onlar iştirak elərdi. Pəs bir dənə məclis olardı, hamı gələrdi, orada oturardı, insanlar danışardılar və məsələn birini seçərdilər. Xalqın qədərini bu məclis bəlirlərdi. Xalqın qədərini, qədər nədir, başına nə gələcəkdir, nə eləyəcəklər, hara getməlidirlər, getməməlidirlər, dava eləməlidirlər, sülh eləməlidirlər. Hər nə mənə ki, bunlar var, bunların başlarına gəlir, nə işləsinlər, nə işləməsinlər. Bunları xalqın qədərini bu məclislər bəlirlərdi. Bəlirləmək, yəni müşəxəs eləmək, aydınlatmaq, eləmək. Tamam. Boy bəylərindən təşkil tapan şölən adlı məclis elə aid işlərə qərar verərdi. İkinci mərhələdə deyir ki, böyük ellərdə
biraz el böyük olanda boy bəylərindən təşkil tapan Şölən adlı məclis. Bir məclis təşkil tapardı, bəylərdən ibarət. Bu bəy özü bilirsiniz da, məsələn bizim o damatlarımız bəy durarlar. Yəni Türklərin bir gözəl şeyi vardı. Hamının haqqı var ömründə heç olmasa bir dəfə bəy ola. Yəni əmir vermək qüdrəti ola. Heç kəsdən əmir almamaq qüdrəti. Əlbəttə şahı çıxın kənara. Amma heç kəsdən əmir almamaq qüdrəti ola. Ona görə biz damatlarımıza da toylarda bəy deyərdik. Mənim yadıma gəlir, məsələn, o gecə bəy, yəni o damat kifirlərin çobandır. Ya məsələn, ictimanın aşağı təbəqəsindəndir. O evlənir. O bir gecə bəy olardı. Bu bəy nə demək idi? Mənim yadıma gəlir, toy məclisində toplanardı. Birdən məsələn, buna deyərdilər ki, sən bəysən. Bu biraz da uca bir yerdə oturardı. Hökm verərdi. Mümkündür bəyin əleyhinə, xanın əleyhinə hökm verər. Yəni o gün 24 saat deyək ya bir gün onun əmri icra olardı. İndi bir iddə nüfuzlu adamlar, bir iddə güclü adamlar, güclü ailələr, bunlar bəy əlbəttə kişi erkəyə deyilir. Kişi bizim Azərbaycanda da kişi yəni erkək. Türk dünyasında kişi yəni insan, adam. Fərq eləmir arvad ya kişi. Bunun mənası budur. Kişi Türk dünyasında insana deyilir. Şəxsiyyətə deyilir əslində. Filan kəsin kişiliyi belədir, yəni şəxsiyyəti belədir. Bunu da aydınladıq. Deyir ki, böyük ellərdə ki, el böyüdür, onun cəmiyyəti bir yerə toplananmazdı. Məsələn, bunun 10 qolu var idi, 5 qolu var idi, hərəsi bir yerdə idi. Onu bir yerə toplamaq olmazdı erkəklərin ya dişiləri ilə bərabər, xanımları ilə bərabər. Onda boy bəylərindən hər qolun özünün bəylərindən, yəni bu dedim güclü insanlarından təşkil tapan şura, bir dənə şölən təşkil tapardı. O şölən bir məclisin adı idi. Pəs o məclis ki, orada bəylər toplanardılar, ona şölən deyirdilər. Məclis elə aid işlərə qərar verərdi. Bu məclis ki, şölən məclisi idi, bəylərdən ibarət idi. Bu da elə aid, hər nə iş olsaydı ona qərar verərdi. Yəni təsmim tutardı, farsça təsmim. Xaqanlıqlar da isə millət məclisi nitəliyinə sahib qurultay varıdır. Xaqanlar olur şahlar. Məsələn, biz şahənşahlar. Belə. Xaqanlıqlarda isə, yəni padişahlıqlarda, türk padişahlıqlarında millət məclisi nitəliyində, nitəlik yəni o aydınlıqda, o müşəxxəsatla nitəliyə sahib qurultay var idi. Bir dənə məclis qurullarda adına qurultay. Son qurultay ki, türklər qruplar, Azərbaycan və hala deyək Azərbaycan türkləri, ya məsələn mən bunu Günas TV-də də bir dəfə demişəm, mənim nəzərimə ki, biz türk mərkəzi yox, türk millətləri Azərbaycandan, Quzey və Güney Azərbaycandan o birisi dünyanın o birisi yerlərinə gediblər. Mən belə bir teorini qabaqcında açıqlamışam, Günas TV-də də açıqlamışam. Dostlar istəsələr, qabaqçı səfərlərə müraciə eləsələr, orada görərlər mən nə cür düşünürəm. Son qurultay Nadir Şah dövründə quruldu, Muğanda. Yəni, Nadir Şah adamlar göndərdi, tamam o bəylərə, xanlara xəbər verildi, hətta sahib, məşhur mollalara xəbər verildi ki, Nadir Muğanda filan tarixdə məsələn quracaqdır, qurultayı gözlür, gəlin ora, qurultayda şirkət edin. Tamam o zaman Nadirin imperatorluğunun altında olan insanların hamısı köçsülər gəldilər, köçmədilər, yəni musafirət elədilər, gəldilər, özlərini getirdilər Nadirin qurultayına və orada böyük qərarlar alındı. Məsələn, biri buydu ki, biz sünnilərlə savaşmayacağıq. Bizim sünni şiə savaşımız yoxdur. O farslarındır. Biri bu oldu ki, biz 12 imamçı ya vilayət fəqihçi deyirik. Biz
Cəfəri məzhəbuq. İkinci təsmin buydu. Üçüncü təsmin buydu ki, çoxlu təsmin tutdular. Mən indi biri də Nadirin özünün şahlığı idi. Mən bunu indi yadımda deyil hamısı, amma orada millətin böyük belə, baxın görün nə önəmlikdə bir qərarlar alınır. Biz Fars şiəsi deyiluq. Biz Cəfəri məzhəbuq deyən Hənəfi məzhəbin yanında. Çünki sünni dünyasında şiələr bir şey tanınırlar. Bir fitnə. Və bunu farslar yaradıblar. Bunu mən o qabaqcada ərz eləmişəm. Birdən bu mühümlükdə qərar verir ki, bizim məzhəb, ayətullahlar da qəbul edir yəni bu sözü. Biz yox. Cəfəri məzhəbuq. Hənəfi, Hənbəli kimi, Şafii kimi. Və bir iddə böyük insanları ağıllı, düşüncəli, həm dinçi, həm orducu, həm siyasətçi göndərir Osmanlıya, gedin orada danışın və bunları qoyun yerinə. Yəni görün ki, neynərik? Bu müşkülü biz aradan götürək. Türk dünyası və İslam dünyası parçalanmasın. Belə bir, buna xaqanlıq deyirlər. Yəni Farscada şahənşahlıq deyirlər. Və ərəbcədə məsələn bənzədir uxa, yəni xilafət deyirlər. Yəni bir qudrət-i mütləqa olur, amma seçki iləndir. Bəs buna da qurultay deyirlər. Görürsünüz, bir dana hər şeyi tozih verir. Savaş və barış elanı kimi önəmli işlər onların vasitəsilə ortaya qoyulardı. Yəni, xaqanlıqlarda o məclis ki, qurulardı, onun adına qurultay deyərdilər. İndi, məsələn, biz istiruq, məsələn, bir məmləkətə həmlə eləyək, savaşaq. İstiruq müdafiə eləyək, istiruq sülh eləyək. Bunlar o qərarlar idi ki, o qurultay verərdi və şahənşah ya xaqan onu icra elərdi. Necə ki, bəy icra elərdi məclisin, şölənin qərarların bəy icra elərdi. Ya o birisi məclis adı nə idi? Şöləndən sonra bir ayrı məclisimiz var idi. Şölən idi, ondan sonra da qurultay idi, 2 dənə. Bu da vasitəsilə ərəb kəlməsidir. Yəni, ortaqlığı ilə ya onun yardımı ilə qurulardı. Belə. Dünyanın ən demokratik qurumu əski türklər olduğu kimi ən feminist toplumu da yenə əski türklərdilər. Deyir ki, necə əski türklərdə belə bir demokrasi var idi. Baxın, bugünkü demokrasidən danışmırıq ha. Necə ki, Əflatun, Ərəstu, Suqrat, Buqrat, onlar məsələn şeydən danışıblar, müxtəlif cürbəcür hakimiyyətdən danışıblar. Biri də demokrasidir. O demokrasi bərdələr deyil, xanımlar deyil, bərdə sahibləri. Güclü bərdə sahibləri. Hər azad adam da deyil. Onlar ki, güclüdürlər. Pulları var, orduda, orada, burada gücləri var. Onlar rəy sahibidirlər. Türk dünyasında da bir ayrı növ demokrasi var. Onlardan qabaq, Yunandan tarixi bir şeydir bu. Bəzən dostlar deyirlər 8.000 il ta 10.000 il bu demokrasinin sabiqəsi var. 2 cürə dedik məclisimiz var. Bir aşağı məclisi, bir yuxarı məclisi. Aşağı məclisinin adı Şoləndir. Yuxarı məclisinin adı Qurultaydır. Və bunlar ya elə təsmin tutarlar, ya da tamam ellərə ki, bir xaqanın, bir padişahın ki, millət əli ilə seçilir, onun olalar, əmrini apararlar qabağa. Dünyanın ən demokratik qurum olur bunyad, nəhad, təşkilat, belə bir şey. Qurum bunlardan ibarətdir. Ən yeni çox da bilirsiniz, bir dənə hərfidir, 2 dənə hərfidən ibarətdir. Əlbəttə bir dənə ədatdır deyək, bir yuxarını, çoxu görsətməyə. Dünyanın ən demokrat nə mənədir? Demokrat da xalqa dayanan
xalqın iradəsi emal olan bir sistemə deyir demokrat. Xalq nəyə iradə edirsə, qərar verirsə şurasında ya qurultayında, ona deyirik demokrat. Çünki demo millətdən deməkdir. Demokrat da o adam ki, millətin sözü ilə qabağa gedir. Ya millət nə desə onu aparır qabağa. Bu da olur demokratik bir sistem. Bəs dünyanın ən demokrat qurumu əski türklər olduğu kimi. Əski türklər qədimi, dedim, məsələn, neçə min il bundan qabağa aid olan türklərdən danışır. Deyir, onlarda necə bir demokratik sistem var idi. Ən doğru demokratik o zamanın ki, bizim dostlarımızdan biri dəstə buna inanırlar. İndi də buna inanırlar. Ad çəkməyim. Onlar mötəqiddirlər ki, hamı millətin mənafeyini təşxis verə bilməz. Bunun üçün biri də insanlar ki, xübrədirlər, müsəllətdirlər. Məsələn, döktürlər, döktür sahəsində nəzər verə bilər. Mekanik mühəndisləri sahəsində, məsələn, şəhərsazlıq, şəhər düzəltmə mühəndisləri şəhər düzəltmədə, təyyarə mühəndisləri təyyarədə, təyyarə mühəndisləri maşına nəzər verənməzlər. Maşın mühəndisləri, məsələn, tərəşkari mühəndislərinə nəzər verənməzlər. O da maşın deyiləcək də. Məsələn, mekanik mühəndisləri eləyə bilməzlər, şəhərsazlığa nəzər versinlər. Görürsünüz, yəni deyir ki, onun üçün də, məsələn, ordunun məsələsinə molla nəzər verə bilməz, siyasətmədar da verə bilməz, ordu nəzər verər. Siyasətə də nə ordu nəzər verə bilər, nə də molla nəzər verə bilər, nə də xalq nəzər verə bilər. Siyasəti bilənlər nəzər verər. Buna deyirlər nuxbegərayı da, bilirsiniz. Əslində, əski türklər nuxbegərayiyə mötəqidirlər. Dedim də, bir də seçilmiş insanlar, güclü insanlar, bəylər ya bayanlar, bəy və bayan, bəy olurdular xanımlar, ağalar, özü istəyirəm, erkəklər, bayanlar olurlar xanımlar. Elə indi Türkiyədə bəy yenə erkəklərə deyilir, xanımlara da bayan deyilir. Bir xanım olur bayan, bayanlar da olur cəm. Deyir ki, pəs əski türklər bir nuxbegərayiyə mötəqid imişlər. Deyir ki, olduğu kimi, yəni onların nuxbegəraların demokratik sistemi dünyanın ən demokratik qurumu, gözəl qurumu olduğu üçün deyir, ona tay olduğu kimi ən feminist toplum da yenə əski türklərdilər. Dünyanın ən feminist, xanımcıl, yəni xanım haqlarına baş əyən bir toplum olur camiə, ictima, topludan gəlir də. Məsələn, gedir parçanı topla alır. Yəni, çox. Top, yəni çox. Yek topun da varımızda, bu cür bir şeylər. Ən feminist toplum da yenə əski türklərdirlər. Yəni, əski türklər, qədimi türklər feminist demişlər. Görək nədir? Bunu da biləcəyik. Mən geçən həftə Günas TV-də bir bərnamə apardım. Oğuz bəy qərarlı bu haqda danışsın. Oğuz bəyin bu haqda gözəl məlumatı vardı, videoları da vardı, danışıbdı. Adlarını çəkir xanımların ki, tarixdə imperatorluq qruplar, xanımlar, türk xanımları. Qurultayda rəhbər seçiliblər. Yəni, xaqan seçiliblər. Xanım olub xaqan və gücü, ordunu aparıb qabağa, məmləkəti aparıb qabağa, düşmən ilə savaşıb. Məsələn, Tümrüz xanım onlardan biridir. Məsələn, Moğolların içində var, qədim türklərin içində var. Ərz edeyim xidmətinizə. Ən sonu ki, yenə bunu görmüşük, biz şahid olmuşuq, bizə yaxın zamanda Məhəmməd Əli Mirzanın nənəsi, ən son məclisi topa bağlayanın şahın nənəsi, elə ki, əri ölür, Müzəffəriddin şah ölür, Müzəffəriddin şahın neçə oğlu var, neçə qardaşı var, neçə filanlar var, bunlar hamısı səltənət müddəisidirlər. Bu məmləkəti böyük bir məmləkətdir, Qacar məmləkəti. Burada müxtəlif millətlər var, müxtəlif ordular var, müxtəlif pul var, müxtəlif xarici iradələr var. Yəni dinlər mütəfavitdir. Çox fərqli bir millətlərə sahibdir Qacar. Və indi şah ölübdür. Şah ölüb, yəni qüdrət dağılıbdır. Hər ordu başları, hər kəsin öz iyalətində, hər vilayətdə, hər iyalətdə, hər kəsin özü
şahlıq iddiası eləyə bilər ki, savaş aça, məmləkətə əmniyyəti aradan apara və şey eləyək. Görürsünüz ki, burada Şahın xanımısı, yəni Məhəmməd Mirzanın nənəsi məmləkəti alır əlinə. Bu, siyasət bilməsə, ordu bilməsə, pul bilməsə, nə cür insanları sakit saxlaya bunu bilməsə, nə cür davanın qabağını ala. Yəni, bunlar hamısı elmi siyasətdir, elmi iqtisaddır, elmi rəvabiti beyni. Bugünkü dünyada, məsələn, bunların hər əsinə bir mütəxəssis var. Onda görürük, o xanım neçə ay bu hökuməti öz əlində saxlır, ta Məhəmməd Mirza Təbrizdən geçsin Tehrana. Farslar ona bir çox əcibə, əşaladıcı bir şey düzəldiblər. Ki, məsələn, bu istir Məhəmməd Mirza Təbrizdən geçsin Tehrana olsun şah, pulu yoxdur, gedir bazardan borc elir. Bu, ayrı vaxt deyirlər, bu Təbrizdə ya orada, burada bu şah qacarların adamları millətin dərisini soyurdular, maliyyat alırdılar filan bəhman. Bu cür bir adam gedir borc elir. Yəni, o qədər bu farslar bizi əskildiblər ki, bir dənə şahımız da gedəndə gedir bir nəfərdən borc elir gedir. Biz bunları ona görə tarixi tənqidi baxmalıyıq. Pəs deyir ki, ən feminist toplum dünyada, ictima dünyada yenə də əski türklərdir. Nə cür? Soruş verir. Zaten feminizm demokrasinin, yəni eşitliyin qadınlara aid bir yansımasından ibarətdir. Görün, nə gözəl demokrasini tərif edir. Vallahi qulaq asın. Əgər demokrasidən belə bir tərif görmürsünüz, mənə lütfən yazın. Yəni, deyir ki, zaten feminizm nədir? Feminizmi istər tərif eləsin. Feminizmin tərifini görün nə yaparır. Deyir ki, demokrasinin mənası nədir? Yəni, əşitliyin, ya eşitliyin, əşitlik. Əşit dedik ki, bərabər olmaq. Heç zətdə bir-birindən fərqli deyil. Boyun demirik, ha? İnsanın boyu uzun olar, qısa olar, onu demirik. Yoğun olar, arıq olar, bunları demirik. İnsan olaraq xanımla ağa, erkəklə dişi, yəni kişi, bir kişinin, yəni arvad ya xanım dedikdə kişidir. Bir kişinin o birisi kişi ilə heç fərqi olmasa, əşit olsalar, bərabər olsalar, bu qadınlara aid bir, xanımlara aid, xanımlara özəl bir, yəni deyir ki, demokrasi bu anlamdadır. Demokrasi ibarətdir qadınların, erkəklərin əşitliyinə. Gördün, bu gözəllikdə demokrasi var. Əl-an İranda bu demokrasi var. Demokrasi yəni, farsca desək, bərabəriyə insani, hüquqi, ictimai, siyasi, hər cəhətdən deyirsiniz, deyin, zən və mərd. Bu farsı olur. Türkçəsi beləsi olur. Zaten feminizm ibarətdir. Feminizm yəni xanımcıllıq, xanımların haqlarına baş əymək. Yaxşı. Bunun istir mənasını desin, deyir ki, demokrasinin, yəni əşitliyin qadınlara aid bir yansımasından ibarətdir. Feminizm ibarətdir demokrasidə xanımların əşitliyindən kişilərinə, erkəklərinə. Yansıma bilirsiniz, yəni onlara tərəf əyilməsi. Yəni o günəcən, beləsi deyək. O günəcən ki, türklər bu sistemi icra eləmirmişlər, erkəklər bir tərəfə, xanımlar aşağı tərəfə. Beləsi. İndi bu tərifdə deyir ki, xanımlara tərəfə əyiləcəyik. Yəni kişilər o güclərindən bir miqdar əldən verirlər, xanımlar güclənsinlər, gəlsinlər, bərabər olsun, əşit olsunlar. Bunun üçün, qabaqcanda demişəm, Türkiyədə, Türk dünyasında evlənəndə demirlər, aldım. Əvam da desə, o insanlar ki, mədənidirlər, insanlar ki, ağıllıdırlar, türkçüdürlər, onlar deyirlər, biz əşim var. Yəni, bir ya ərim var, ya arvadım var. Əş, yəni, baxın, bunda arvad kişi də yoxdur. Əş, yəni, mənim bir şeyim var. Azərbaycan türkçəsində deyirlər ki, həyat yoldaşım var. Yenə həyat yoldaşımda da nə gözəl, vaqən bu dil, əsən, mən bu dili oxuduqca ləzzət aparıram. Bilmirəm, dostlar bu ləzzəti alırlar ya yox, amma baxın, həyat yoldaşım var.
Yəni yaşam üçün bir yoldaşım var. Yaşam üçün bir arvadım yoxdur ki, onu almışam. Çox əcib bir şeydir. Bəs bu feminizmdən bir tərif verdi. Feminizm ibarətdir demokrasinin, yəni eşitliyin qadınlara aid bir yansımasından ibarətdir. Ne gözəl. Bu gözəllikdə feminizmdən bir tərif verdi. Feminizm ibarətdir bundan. İndi bu tərifi biz fars ədəbiyyatında bu günəcən görməmişik. Bu günəcən ki 2021-ci ilin 6-cı ayının 27-si də əgər səhv eləmirsəm, ya 28-i. Bu günə qədər ki 150 ildir deyək, farslar bu Amerikada, Avropada yaşırlar heç olmasa. Gəlirlər, bunlarda təhsil edirlər, qeydirlər o məmləkətə. Belə bir tərifə yetişməyiblər. Ki feminizm ibarətdir demokrasidən. O demokrasi ki orada xanımlarla ağalar, bəylərlə bayanlar hər sahədə əşit olalar, bərabər olalar. Bu da gözəl. Baxın, ona görə deyirəm ki, mən camiə şünası ki İranda oxumuşam, bundan milyonlar qat dalıdır. Milyonlar qat dalı qalmış bir fikirdir. Millət idealı digər topluluqlara aid ideallardan, məsələn, ailə idealından, məslək idealından, ümmət idealından, mədəniyyət və millətlər arası birlik idealından daha yüksəkdir. Diqqət buyurun. Deyir ki, bu cümlədə nə deyir? Millət idealı nə mənə? İdeal yəni arzu, arman, fikir, düşüncə. Mən millətimə nə düşünürəm? Ən böyük düşüncə, ən böyük üstün fikir, ideal, arman, arzu, istək, tələb, nə deyirsə, hangi kəlmə ilə deyirsiniz deyin, fərq eləməz, hangi sözlə deyirsiniz deyin. Nədir? Millətdir. Millət ən yuxarı idealdır. Arman şəhridir. Millət idealı digər topluluqlara aid ideallardan topluluqlara, yəni tamam insani bəşərlərin içindəki topluluqlar, camiələr, ictimalar var. Bunların hamısının içində bu topluluqların ən ideallısı, ən üstünü millətdir. Topluluqların içində millət topluluğudur. Məsələn, görək hangi ideallardan da ailə idealı. Yaxşı ailə nədir? Arzumuz, ən yaxşı arzumuz ailələr haqqında nədir? Məslək, iş idealı. Bilirsiniz də bu farsça gəlib latindən giribdi farsçaya da ideal yazılır. Yəni çox yüksək bir arzu, arzulanan, arman şəhr farsça yenə də. Ümmət idealından. Ümmət də bilirsiniz də bir dinə aid olan bir insanlara deyirlər, hər yerdə olur olsun, fərq eləməz. Dünyanın hər yerində yaşır, o bir dinə aid olanda bir yerə bağlılığı var. Torpaqdan qopan bir bağlılıqdır. Bu, inanca bağlı olan bir bağlılığa ümmət deyirlər. Xüsusən İslam ümməti, Kristiyan ümməti, Yəhudi ümməti, Zərtüştü ümməti, bunlar din əsasında, inanc əsasında olduqları üçün bunlara ümmət deyilir. Ümmət idealından mədəniyyət, dedik mədəniyyət nədir? Və millətlər arası birlik idealından, millətlər arası olur, yəni Sazman-ı Milal bugün. O zaman yox imiş. 100 il bundan qabaq Sazman-ı Milal da yoxmuş, Cami-i Milal da yox imiş. Bunların yerinə fikir varmış, bu insanların fikri. Baxın, o zaman fikir qurmuşdular. Millətlər arası birlik idealından, hətta deyir, millətlər arası bir təşkilat olsun ki, millətlər birləşsin. Deyir, bundan da üstün, daha yüksəkdir. Millət idealı bunların hamısından yüksəkdir. Və millətçi olmaq nə demək? Siz indi baxın, mən burada yenə qeyd edəcəm keçən dəfə. Bizim bir də insanlarımız var, görürsünüz ki, bir dənə xanım ömrünün hamısında videolar ki yayıbdır, hamısı türkçədir. Bir dənə farsça yayıb. Hamı ona yazırlar fahişə. Bir dənə xanım bizim xoşumuza gəlməyibdi. Bir iş görübdü, bizim xoşumuza gəlməyibdi. Onun abrısına toyin edirlər. Ağa, diqqət buyurun.
Biz bunu ayırmalıyıq. Biz millətçi olanda, yəni Azərbaycanda yaşayan mutat, fahişə, oğru, əyri, yalancı, ixtilasçı hamısı Azərbaycanlıdır. Qəral deyil ki, bunlar Azərbaycançı ya türkçü olalar hamısı. Ola bilərlər türk düşməni olarlar, amma Azərbaycanlıdır. Ola bilər fars yanlısı ola, yəni fars tərəfdarı ola, amma Azərbaycanlıdır. Amma türkdür. Ola bilər ki, erməni tərəfdarı ola, kürd tərəfdarı ola, amma biz bunlara casus bəlkə deyə bilərik. Əgər casusluğunu tapsaq, casusluğun özünün anlamı var. Biz bunlara xain deyə bilirik, əgər millətlərinə xiyanət eləsələr. Amma bunlara fahişə deyəmərik. Bu nə ədəbiyyatdır? Bir də insanlar Azərbaycançılıq adına, türkçülük adına hər kəsə tohin edirlər. Adam gəlib mənim öz əlimdə, Instagramda mənə bir adama söyüş yazıbdır, amma mən oxuram onu. Ağa, sən bu qədər düşüncən aşağıdır ki, mən bunu yazıram filan kəsə. Niyə yazıram? Mən özümü niyə bu qədər əskildirəm ki, insanlara tohin eləyəm, onu da bir nəfərin yazıram ki, o söz tarifi deyir əslə. Qardaşım, bacım, siz bir tohinçi yazırsınız, ya bir tohinçi edirsiniz, onu oxuyanlara tohin olur. O adama ki tohin edirsiniz, ona tohin olmur. Çünki o görmür, oxumur zaten. Sən elə bir nəfərə silli vurursan, istəyirsən vurasan, o burada deyir, məni vurursan. Deyirsən ki, mən onu vururdum. Yox, beləsi deyir. Söyüş vermək bundan da acıdır ki, vurasız. Niyə söyüş verirsən? Zorun çatır, get qabağına, dəlilin var, istidlalın var, qoy denən ki, niyə bu işi görmüsən? O da deyər, çörəyimə ehtiyacım var. Mən burada bir agəhi işləmişəm, farsca işləmişəm, buradan almışam 5 milyon tümən, 3 milyon tümən, sən mənə 3 milyon tümən ver, sənə yazım. Qərar deyə hamı zindecanlığın vətən yoluna, əlbəttə bu idealdır. Hamı arvadlı, kişili, qızlı, oğlanlı vətən yolunda, millət yolunda canımızı qoyaq. Bu idealdır. Vaqiiyyət nədir? O iki dünyada yaşırıq nədir? İnsanlar çörəklərini nəsr edilir. Bu cürdür ki, Marks'ı deyir. Marks'ın sözü burada doğrudur. Bu cürdür ki, Marks deyir, önəmli iqtisaddır. Burada oxuyacaq. Marksın nəzərini rədd edilir. Qabaqcanda oxuduq. Marksın nəzərini rədd edilir ki, təhcə iqtisad deyil. Amma vaqiiyyətdir bu bir. Yəni, siz bir belə insan farslara, farsı niyə danışır? Deyir, bu farsının bir kilası var, mən oradan çörək çıxadıram. Türkçü niyə danışmır? Deyir, bunun kilası yoxdur. Amma onlar ki, gedəcəklər Türkiyə, fars, türk, kürd, ərəb, bəluç, türkmən, hər kəs ki, İranda olan millətlərdən gedəcək Türkiyə, türkünü öyrəşir. Niyə? Deyir, mən gedirəm orada çörək çıxadam. Siz və biz, baxın dostlar, bunu bir özümüzə fərhəng eləyək. Hər kəs ki, bir ayrı insana, hətta düşmənə tohin elir, söyüş verir, təhqir elir, bu adam Azərbaycan və Türkün düşmənidir, əxlaqi düşmənidir. Bilə bilməyə bu Türkün düşmənidir. Çünki bizi toplum olaraq aşağı alır. Çünki bizi dünya gözünün qabağında öz yanımız, mənim yanımda, belə mən İnsaf Əli Hidayətin yanında, mən o şey eşidəndə deyirəm ki, biz kiminlə istəyirik bir dövlət quraq? Bu adam istəyir dövlət quraq. Sən dövlət qurma. Farslar səndən yaxşıdırlar bu vəziyyətdə. Sən öz adamı, sən hələ bilmirsən ki, bir millətin içində casusu olar, mühəndisi olar, döktürü olar, xaini olar, terroristi olar, müxtəlif fikir sahibi olar, müxtəlif yol sahibi olar. Biz bunları öldürənmərik. Biz deyirik ki, İran edam edir, İran əl kəsir, İran zindana salır. Bu dəlilləri biz qəbul eləmirik, çünki insaniyyətin ziddidir. İndi bizim adamlarımız gələrlər, həman işləri burada görərlər, hələ gücləri yoxdur. Hələ İranın əlində olan silah, pul, ittilaat, polis falan bunların əlində deyil. Qardaş, bacı, sənin əlində bir websayt var, bir səhifə var, bir Telegram səhifəsi var, bir Instagram səhifəsi var, bir falan var. Sən orada əlindən gəlir. Baxın, dostlar, aydın aşkar deyirəm. Bunlar ya İran məmurlarıdırlar,
türk olmaqlarına baxmayın. Bunlar İran məmurlarıdırlar. Ya bilmirlər, ya da Azərbaycancılıq və türkçülüğü bilmirlər. Onun üçün bu kitabı oxumaq lazımdır. Biz bunu oxuyacaq, görək ki, insanlar burada 7 dənə əxlaqdan danışdı. 3 dənə əsli əxlaq, onun içində 7 dənə əxlaqdan danışır. Biz farslara yetişəndə hamımız ədəbli, Kürdlərə yetişəndə o birisini, biz hər kəsə, biz insana görə, dedim keçən dəfə dedim, baxın, bizim əgər bir nəfər güllə, tüfəngin götürsə bizi vurmağa, özümüzdən difə eləyəcək, öldürəcək. Bu bir ayrı məsələ. Savaş ayrı məsələ. Amma savaşdan kənarda biz yüksək əxlaqdan danışmalıyıq. Biz insanlara hörmət, etimad və onlara inanmaq zorundayıq. Biz insanların fikrinə, düşüncəsinə ehtiram qoymalıyıq. Tamam. Bu səbəblə, bu səbəb olur illətdən. Yəni ərəbcə sözdür, farsda da işlənir, türkcədə də işlənir. Bu səbəblə, yəni ki, millət idealı, arzusu, düşüncəsi, millət qurma fikri dünyanın ən böyük fikridir. Deyir bu səbəblə ki, o şeydir. Vətəni əxlaqın da digər əxlaqlara üstün olması lazımdır. Vətəni əxlaq, yəni vətənə eşq eləmək, vətənə xiyanəti gözləməmək, təhəmmül eləməmək. Vətən də deyəndə həm torpaqda, həm də onun üstündə olan insanlardır. Deyir ki, vətəni əxlaqın da üstün olması lazımdır. Bu da üstün, yəni gərək ki, indi ki, millət ən önəmli toplumdur dünyada, hətta Sazman-ı Millətdən mühümmüdür. Onun üçün də millət əxlaqı, vətən əxlaqı, əxlaqlar içində, o 7 dənə əxlaq sayıda olan üçün ən idealıdır, ən ali, üstünüdür. Özəlliklə bizim kimi politik düşmanları çox bulunan millətlər üçün ən böyük dayanaq vətəni əxlaq ola bilər. Deyir ki, biz vaqiyyət budur, bizim imperatorluqlarımıza görə tarix boyu, onlar 1000 il, 10.000 ildə məsələn, keçən 10.000 ildə biz hər halda imperatorluqlar qurmuşuq. Dünyanın ən böyük imperatorluqlarını quran türklər olublar və ən çox imperatorluq quran türklər olublar və dünyanın bir çox böyük torpaqların işğal edib imperatorluqlarında saxlayan türklər olublar. Bunun üçün də düşmənləri var. İndi də niyə belə düşməni var? Çünki hamının bir təcrübəsi var zehnində. Bu türklər güc qatsalar, gələrlər bizə alarlar. Farslar niyə bizlə gəlmirlər yola? Çünki deyir, bu türk əgər güc qalxsa, İranda dili rəsmi olsa, dili rəsmi olmaqdan keçməyəcək. Bu gələcək, qudrəti alacaq, qudrəti aldı, ordunu alacaq, ordunu aldı, pulu alacaq, pulu aldı, hər şeyi alacaq. Ondan sonra biz gələcək olacaq qul. Bundan qoyduğu üçün türklərin belə bir düşmənləri var tarixdə. Avropada beləsidir, Rusiya da beləsidir, Amerika da beləsidir. Hamısı bundan qorxurlar ki, bu millət ayaq üstə qalxar. Özəlliklə, məxsusən, özəl dedikdə, bevicə, məxsusən, bizim kimi politik düşmanları çox bulunan millətlər üçün, bizim kimi, yəni bizə bənzər, politik, yəni siyasi düşmənləri çox olan millətlər üçün ən böyük dayanaq vətən əxlaqıdır. Nəyə dayana bildik? Bizim ki, çox düşmənimiz vardı. Nəyə dayana bildik hamımız? Dinimiz fərqli ola bilir. Birimiz erməni ola bildik, birimiz Məsih ola bildik, birimiz Yahudi ola bildik, birimiz Zərtüştü ola bildik, birimiz Şiə ola bildik, birimiz Sünni ola bildik, Sünnidə Şafii, Həmbəli filan ola bildik. Müxtəlif dinlərimiz ola bilər. Hər din. Amma deyir, bu nə olsun? Vətən. Vətən bizi birləşdirəndir. Vətəndə, baxın, biz doğulanda vətəndə doğuluruq. Sonra dədənənəmiz bizə dini təzriq edirlər. Bizə dini beynimizə soxurlar. Yəni, bizim dini sondan alırıq, amma topraqda doğuluruq. Əvvəlin şey ki vardı, ananın qarnından sonra topraqdır. Anamız hardadır? Topraqdadır. Bizim toprağımızdadır. Vətən ondan ibarətdir. Onun üçün biz insanları dinlərinə baxmayaraq, rəhlərinə baxmayaraq, siyasi düşüncələrinə baxmayaraq, dillərinə hətta baxmayaraq, bunlar nə dildə danışırlar, hər kəs bu torpaqda yaşır, bu torpaqda yaşamaq qəbul edir və bu torpağın kimliyin qəbul edir, bu adam Azərbaycanlı olmalıdır. Bizim millətimiz olmalıdır.
Bunun düşüncəsi, rəftarı, davranışı bizdən fərqli ola bilər. Fərdi əxlaqı, orada üstə oxuduq, bunları oxuyacaq yerə sonra. Fərqli əxlaqı, ailə əxlaqı, toplum əxlaqı bizdən fərqli ola bilər. Vətəni əxlaqımız qüvvətli bulunmazsa, nə bağımsızlığımızı, nə özgürlüyümüzü, nə də vətənimizin bütünlüyünü qoruya bilmərik. Diqqət buyurun, nə əcib söz deyir. Dedim, bunlar İranda heç kitabda görməzsiniz. Əgər bizim vətəni əxlaqımız qüvvətli olmaz isə, yəni deyil, əgər, burada isə yəni əgər vətəni əxlaqımız qüvvətli deyil, nə olar? Nə bağımsız yəni istiqlal, bağımız yoxdur. Bir nəfərə bağlı deyilik. Bağımsızlıq, yəni istiqlalımız. Nə üzgürlüyümüz, üzgür yəni azad. Nə üzgürlüyümüzü, nə də azadlığımızı, nə də vətənimizin bütünlüyünü, nə də vətənimizin, toprağımızın bütünlüyünü qoruya bilərik. Heç birisini qoruya bilmərik. Yəni, vətəni əxlaqımız qüvvətli olmasa, istiqlalımız da anlamsızdır, azadlığımız da anlamsızdır, vətənimizin bütünlüyünü qorumaq. İndi baxın, birazı gedib Kürdlərə, birazı gedibdir Lorlara, birazı gedibdir Şimalilərə, birazı da gedibdir Farslılara. Niyə? Çünki bizdə vətən əxlaqı yoxdur. Bizdə vətən əxlaqı yoxdur, bizdə vətən düşüncəsi yoxdur, bizdə İran düşüncəsi var. O halda türkçülük hər şeydən çox millət və vətən ideallərinə dəyər verməlidir. Diqqət buyurun, sözün xülasəsi budur. Bu halda ki, belə oldu, türkçülük nədir? Türkçülük görün, baxın, türkçülük nəcatpərəstlik deyir, görək, faşistlik deyir, şovinistlik deyir, o birisi millətlərdən üstün olmaq deyir, görək, nə tərif edir? Türkçülük hər şeydən çox millət və vətən ideallərinə dəyər verməkdir. Millət, türk, vətən, topraq. Bu iki ideala dəyər verməkdir, ərziş, qiymət verməkdir. Əziz dostlar, bilirəm, bu səfə yarımçılıq qalır, amma bəhs değişilir, bəhs uzun olacaqdır. Onun üçün icazə buyurun, elə burada bunu qutarım. Sabahları ömür olsa, bu 12-ci səfənin ortalarından ki, bir paragraf qalır, ortası deyir, ayrı bəhs başlanır, o bəhsi başlarıq, o bəhsi qutarırıq. Çox sağ olun, təşəkkür edirəm, lütfən xahiş edirəm bu videoları yayın. Dostlar bu kitabı oxumağa davam eləsinlər və biz görək ki, hara yetişirik. Bizim camiə şünaslığımız, fikrimiz o şahədə değişsin. Yaşayasınız, sağ qalasınız, görüşmək üzərinə.